Salam, mən bugün PLC paneli və onun komponentləri haqqında məlumat vermək istəyirəm. Bu gördüyünüz hissədə yerləşən avadanlıqlar PLC və onun ayrı şəkildə yerləşmiş giriş-çıxış modullarıdır. Və bu modulları qidalandırmaq üçün bizim qida bloklarımız var. O qida blokları da yedəkli işləməsi üçün diod modulu ilə təchiz olunublar. Hər hansı birində bir problem yananda diod modulu enerjini sağlam olan üzərindən təmin edir. Elementlər burada əsas bu avadanlıqların mühafizəsi üçün qoyulmuş avtomatlar və yüksək gərginlikdən qorunması üçün yerləşdirilmiş komponentimiz var. Digər bir hissə də sahə avadanlıqlarının qidalandırması üzərində olan izolyatorlardır, hansı ki sahəyə qığılcımın keçməsinin qarşısını alırlar. Kommutasiya qurğusu var, hansı ki bu komponentlər arasında əlaqəni təmin edir, həm də 4G üzərindən uzaq yerlərə bilgi ötürəcək. Bununla yanaşı bizdə paneli müəyyən bir temperaturda saxlamaq üçün ventilyatorumuz və qızdırıcımız var və bu qızdırıcılar ventilyator arasında ümumiyyətlə koordinasiyanı təmin edən termostatlar var. Bu termostatlardan mavi olanı ventilyatoru, qırmızı olanı qızdırıcını işə qoşub ayırır. PLC və SCADA təlimində iştirak edən hər bir tələbə bu panelin layihələndirilməsi və komponentləri haqqında ətraflı məlumat ala biləcək.